Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bu günləri sizlərə o qədər dadlı, ləzzətli bir şirniyyat hazırlayacağam ki, dadı damağınızda qalacaq. Hazırlaması da çox asandır. Əvvəlcə şirniyyatımızın xəmirini hazırlayırıq. Xəmir üçün 520 qram un götürürük. 520 qram unda hər zaman reseptlərimdə istifadə etdiyim 200 ml stəkan ölçüsü ilə tam 4 stəkan dolu un eləyir. Üzərinə bir çimdik duz, bir paket şəkərli vanil əlavə edib qarışdırıb bir kənarda gözlədirik. Bu müddətdə də yağımızı götürürük. Tərəzidə çəkirik. Bizə 250 qram tam yumuşalmış yağ lazımdır. Mən kərə yağından istifadə edirəm. Mütləq çalışın ki, baxın videoda gördüyünüz kimi yağımız tam yumuşalmış yağ olmalıdır. 250 qram yağımızı ölçüb götürürük və bunu da unumuzun üzərinə əlavə edərək umaç hazırlayırıq. Dəyərli izləyicilərim, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən saniyənizi ayırıb yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Əgər bəyənirsinizsə, yaxınlarınızla da paylaşın. Yenicə açdığım Kəmalə Kərimli vlog kanalıma da mütləq abunə olun. Hər zaman qeyd edirəm videolarımda, o kanalımda da sizləri çox gözəl yaya doğru videolar gözləyir. Kanalımı izləmədə qalın, bildirişləri aktiv edin ki, hər zaman yeni paylaşdığım videolardan sizlər də xəbərdar olasınız. Və gördüyünüz kimi yaxşı-yaxşı əlimlə ovaraq umaç hazırladım. Umacımızı hazırladıqdan sonra ortasında bir belə çuxur açırıq. Bura bir xörək qaşığı dolu şəkər tozu əlavə edirik. 2 ədəd yumurtanın ağını sarısından ayırırıq. Ağların bir kənarda gözlədirik. Yumurtanın sarılarını əlavə edirik xəmirin içərisinə. Üzərinə də 200 qram xama əlavə edirəm. Mən 20% xamadan istifadə etdim. İstədiyiniz faizi olan xamadan istifadə edə bilərsiniz. Fərqi yoxdur. Və xamanı da əlavə etdikdən sonra əvvəlcə biraz qaşıqla qarışdırıram. Daha sonra isə xəmirimi başlayıram əlimlə yoğurmağa. Onu qeyd edim ki, xəmir çox yumuşaq, möhtəşəm bir xəmir olur. Bu reseptdə nə az, nə çox, tam-tamına olaraq 520 qram undan istifadə etdim. Yenə də qeyd edirəm, 520 qram unda hər zaman reseptlərimdə istifadə etdiyim 200 ml stəkan ölçüsü ilə 4 stəkan dolu un eləyir. Xəmirin burada yumuşaqlığını da sizlərə göstərirəm. Xəmir qətiyyən ələ yapışmır. Yağlı xəmir olduğu üçün ələ yapışqanlığı qətiyyən yoxdur. Ələ yapışmayan yumuşaq, çox gözəl bir xəmir olur. Xəmiri yoğurduqdan sonra masanın üzərində uzun sov şəkildə düzəldirik, forma veririk və xəmiri eyni bərabərdə olmaqla 5 hissəyə bölürük. Tərəziniz varsa, yaxşı olar ki, əvvəlcə xəmiri tərəzidə çəkəsiniz. Xəmirin kütləsini nə qədər edirsə, xəmirin kütləsini də 5 hissəyə bölüb və həmin qramdan da kündələrinizi tutasınız. Yox, əgər tərəziniz yoxdursa, onda gözə yarı olaraq da 5 yerə bölə bilərsiniz. Mən hər zaman olduğu kimi istəyirəm kündələr hamısı eyni bərabərdə olsun. Ona görə tərəzidə çəkdim. 5 hissəyə böldüm xəmirimi və kündəliyirəm. Kündələdikdən sonra isə kündələrimizi bir qabın içərisinə yerləşdirib, üzərinə də salafan örtürük və ya salafanın içərisinə yerləşdiririk ki, qurumasınlar və soyuducunun buzluq olmayan adi gözündə xəmirimizi 40-45 dəqiqə müddətində gözlədirik. Mən tam olaraq 45 dəqiqə müddətində xəmirimi soyuducuda gözlətdim və bu müddətdə də içlik hazırlayırıq. İçlik üçün mənim Novruz bayramından hazır biraz şəkərbura içliyim qalmışdı. Şəkərbura içliyindən istifadə edəcəm. Biraz da qoz ləpəsini rondodan keçirtdim. Şəkər tozu ilə qarışdırdım. Onu da əlavə edirəm şəkərbura içliyin içərisinə. İçlik olaraq həm fındıq ləpəsi, həm qoz ləpəsi hər ikisinin qarışımından istifadə edirəm. Üzərinə də 2 ədəd yumurtanın ağı qalmışdı. Sarılarını xəmirə əlavə etmişdik. Yumurtanın ağlarının da yarısını əlavə edirik içliyə. İçliyi baxın bu cür, bu qatlıqda olmalıdır. Qalan hissəsini isə saxlayırıq. Xəmirin kənarlarını yapışdıranda istifadə edəcəm. Yəni 2 yumurtanın ağı çox eləyir buna. Hamısını əlavə etməyim. Amma məsələn sizlərin hazır içliyiniz yoxdursa, mən içliyə nə qədər fındıq, qoz ləpəsi, nə qədər şəkər tozu lazım olacaqsa, onu da sizlər üçün açıqlama bölümündə qeyd edəcəm. Oradan baxıb sizlər içliyi o cür hazırlayarsınız. Amma qeyd etdiyim kimi mənim hazır şəkərbura içliyimdən qalmışdı Novruz bayramından. Biraz da qoz ləpəsini çəkdim, şəkər tozu ilə qarışdırdım. Bir-birinin içərisinə əlavə edib qarışdırıb və içlik olaraq istifadə etdim. İnanın ki, dadı da mükəmməl oldu. Xəmirimi də 45 dəqiqə müddətində soyuducunun buzluq olmayan adi gözündə gözlətdim. 45 dəqiqədən sonra xəmirlərimi soyuducudan çıxardıram və bir-bir götürürəm. Gördüyünüz kimi biraz uzun sov şəkildə yayıram. Yayarkən
Altına da biraz üzərinə də un səpirəm, amma çox səpmirəm. Çünki yapışqan bir xəmir deyil. Rahatlıqla yayılır qəşəng və gördüyünüz kimi 4 hissəyə bölürəm, yəni 4 lenta kəsirəm. Yumurtanın ağından da xəmirin kənar hissəsinə barmağınızla da vura bilərsiniz, fırça vasitəsilə də çəkə bilərsiniz. İçlikdən də çox yox. Bir çay qaşığını tam doldurmuruq. Yəni dolu olmayan bir çay qaşığı içlikdən əlavə edirik və gördüyünüz kimi üç qulaq şəklində bükürük, yığırıq. İnanın ki, çox asan bir şirniyyatdır hazırlanması, amma o qədər dadlı, o qədər ləzzətli olur ki, inanın ki, bu şirniyyatı mən şəkərburadan, paxlavadan ayırmazdım. Eynən şəkərbura paxlava dadında çox ləzzətlidir və möhtəşəm bir şirniyyat alınır. O qədər gözəl bir şirniyyatdır ki, belə yumuşaq, üzərində belə çox az xırçıltılığı var, amma içərisi pambıq qədər yumuşaq olur. Mükəmməl, neçə gün qalsa belə yumuşaq qalır. Çox gözəl bir şirniyyatdır. Ona görə şiddətlə tövsiyə edirəm. Mütləq hazırlayın. Bilirəm ki, 100% bəyənəcəyiniz bir şirniyyat olacaq. Və dəyərli izləyicilərim, baxın bükərkən də görsünüz, baxın bir dəfə bükürəm, 2 dəfə və 3 dəfə. Xəmiri 3 dəfə qatlayıram. Qatladıqdan sonra kəsirəm. Xəmirdən kiçik parçalar qalır. Baxın, bunları da götürürəm. Sonda onları yenə mən kündəliyirəm. Yenə də belə yayıb lenta kimi kəsirəm. Yəni bu xəmirdə israfa heç bir şey getmir. Görürsüz, 3 dəfə olaraq mən qatlayıram. Xəmiri 3 dəfə qatlayıram və yığıram. Çox asandır hazırlaması. Yumurtanın ağını bir dəfə fırça ilə çəkirəm kənar hissəsindən. Dolu olmayan bir çay qaşığı içlikdən əlavə edirəm. 3 dəfə xəmiri bükürəm 3 qulaq şəklində və kənarından qalan artıq xəmirləri də toparlayıram. Onları da sonda yenə də qeyd edirəm. Kündəliyib, yayıb, yenə də onları eyni bu üsulla kəsirəm. Xəmir bitənə qədər 5 gündən hamısını bu üsulla hazırlayıram. 2 list dolu və 3-4 ədəd də artıq olaraq şirniyyatımız alınır. Çox bərəkətli bir reseptdir. Mütləq hazırlayın, sizlər də çox bəyənəcəksiniz. Hazırladıqdan sonra hamısını məsafəli şəkildə listimizə düzürük. Sobamızı da öncədən yandırmışam. Mən konveksiya rejimində 130-140 dərəcə arasında sobanın ən alt gözündə bişirdim. Çünki bizə lazımdır ki, şəkərbura kimi alt hissəsi qızarsın, üzəri ağ qalsın, üzəri qızarmasın. Ona görə ən aşağı gözdə bişirdim. Amma konveksiyasız, adi sobalarda, kiçik sobalarda sizlər 180 dərəcədə bişirə bilərsiniz. Yenə də sobanın ən alt gözündə bişirin. Yəni sobalar biraz müxtəlif olur. Hər kəs öz sobasının dərəcəsinə uyğun ayarlasın sobasını. Sobanın ən alt gözündə tam 30-35 dəqiqə müddətində bişib hazır olur. Görürsünüz, üzəri ağ qalır, alt hissəsi isə qızarır, götürürük. Tam soyduqdan sonra indi kəsib içərisində sizlərə göstərirəm. Gördüyünüz kimi nazik xəmir, içli bol, möhtəşəm bir şirniyyatdır. Üzəri xırçıltılı, içərisi yumuşaq, çox ləzzətlidir. Onu da buradan nəzərinizə çatdırım ki, bu xəmirin tərkibində nə soda, nə qabartma tozu, heç bir şey yoxdur. Buna baxmayaraq da görürsünüz, xəmir necə yumuşaq alınıb, bişərkən necə gözəl şişir, qabarır. Tam soyduqdan sonra zövqə görə üzərinə şəkər pudrası da səpə bilərsiniz. Hazırlayan hər kəsə nuş olsun. Sizlər də hazırlayın, nuş edin. Göz haqqınızı halal edin. Amma videomuzu bəyənməyi unutmayın. Bəyənirsinizsə mütləq yaxınlarınızla da paylaşın. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Allah'a emanet olun.